Sizcə evlilikdə sevgi daha vacibdir, yoxsa maddiyyat? Məncə sevgi də önəmlidir, amma ən vacibi puldur. Çünki gələcək problemləri sevgi həll eləmir. Ən çox evlənəndə insanlar baxmalıdır ki, onlar evliliyə maddi cəhətdən hazırdırlar, deyillər. Əgər oğlanlar evlənmək istəyirsə, onlar maddi cəhətdən hazır olmalıdır. Əgər deyillərsə, hansısa qızı alıb bədbəxt eləməkdənsə elə evdə otursalar daha yaxşıdır. Bəs sizcə qızlar evlənəndə maddiyyata önəm verməlidirlər, yoxsa sevgiyə? Məncə qızlar da maddiyyata da önəm verməlidirlər, amma sevgi də olmalıdır. Çünki ola bilər ki, varlı bir oğlanla evləndilər, gələcəkdə oğlan müflis oldu. Oğlanın yanında qalmaq üçün ən azından sevgi, hörmət olmalıdır ki, oğlanın yanında qala bilsinlər. Tarix boyu kasıbla varı heç vaxt evlənməz. Qeyri-mümkündür. İstək xanım olsun, kişi olsun. Daha görə çünki kişi varıdır. Kasıb qızı nəyə almalıdır? Kasıb varı qızı, kasıb olan nəyə getməlidir? Tarix boyu bu qeyri-mümkün olan şeydir. Bəlkə yüzdə bir də olar, ya olmaz, o nə bilim. Valla indi maddiyyatı deyərəm mən. Sevgi önəmli deyil. Sevgi bir müddətdən sonra gedir. Maddiyyat qalır ortada. Aslında sevgi önəmlidir. Maddiyatsız sevgi olmur. Təcrübəmizdən görmüşük. Maddiyyatı zəif olan sevgilər ayrılır. Mən bir ana kimi maddiyyatı elə yaxşı şəraitin olsun, maddiyyətin olsun. Elə ailə xoşbəxt olar. Mən elə biləm heç bir gənc qız, aydın məsələdə kasıb ərə getməyəcək. Maddiyyatla sevgi təmas olmalıdır, mən elə gəlir. Bəlkə də səhv eləyirəm, bu yaşıma uyğun elə bilirəm indiki zamana üçün bu daha uyğun olur. Əvvəllər bəli, sevgi önəmli olur. Amma son vaxtlar yəni göz qabağındadır. Maddiyyat birinci seçirlər. Məncə maddiyyat vacibdir. Sevgi ilə qarın doymur. Sevgi bir nöqtəyə qədər də maddiyyat ortaya girəndən sonra, problemlər yaranandan sonra sevgi yəqin kitə bilər. Maddiyyat. Nəyə görə? Ona görə ki, indi hamı maddiyyata qaçır. Hər şey onun üstündə qurur. Əlbəttə sevgi. Antik heç bir, yəni nə pul, nə sevgi. Uyumlu olmaq lazımdır da. Yəni okey, sevirəm, yaxşı eləyirəm, pulum yoxdur, olmaz. Pulum var, sevmirəm, gənə olmaz. Məntiq olmalıdır, balans olmalıdır.